Bismillahirrahmanirrahim. Akşamınız xeyir dostlar. Hər birinizi salamlayıram. Bir neçə şeylər sizinlə bölüşmək istəyirəm bugün. Bir Azərbaycan ziyalısı kimi mənim Azərbaycanın fəal oğlanlarına, ictimai xadimlərinə, elə gənclərimizə də böyük bir, necə deyirlər, təəssüflə bildirəcəyim bir neçə şeylər var ki, onlardan xəbərsizdirlər deyə onlar çox böyük problemlərlə rastlaşırlar və o problemlər onların həyatında, şəxsin həyatlarında böyük bir mənfi emosiyalarla mənfilik yaradır. Yəni, həyatda gərginlik yaradır, sağlamlıqlarına böyük təsir edir, ailələrinə böyük təsir edir, onların yaşayış tərzini korlayır. Bunlar nədən ibarətdir? Biz materialist dünyagörüşlü insanlar, humanist baxışlı insanlardan fərqlidirlər. Əgər biz sinkretik şəkildə ilahiyyətlə materialist dünya görüşünün vəhdətini tapa bilmiriksə, biz çox çətinliklər çəkirik. Din buyurur ki, yer üzünə padişahların hamısını Allah özü təyin edir. Yəni, hər şey iradəsi ilə, Tanrının iradəsindən. Bunun vəhdətini elmi cəhətdən birləşdirən insanlar çox əzab çəkirlər. Adlarını çəkməyəcəm, indi bugün təəssüflə gedir ki, filan kəs xərçəng xəstəliyinə tutulub, filan kəs belə olub, filan kəs aclıq edir. Bilirsiniz, mövcud reallığı dərk eləmədən bu şeylərə qarşı getmək, Allahın seçiminə qarşı getmək deməkdir. Allah da buyurur ki, mənim seçimimə qarşı gedəni mən kül edərəm və edir də. Mənası işlərə baş qoşmaq boş şeylərdir bunlar hamısı. Yəni, siz fikirləşməyin, mən kimdənsə nəsə umuram, mənim tarix boyu şəxsiyyətimdən ikiyüzlülük olmayıb. Mən bir sifət olan adamam, bir söz danışıram, həmişə də hər kəsin sözünün üzrünə demişəm. Lazım yoxsa açıq şəkildə sosial şəbəkədə yazmışam ki, filan kəslər belədirlər. Allahın seçimini inkar etmək, Allahın təyinatını inkar etmək, Allahı inkar etməkdir. Və bu insanların üzünə baha başa gəlir. Biz kimi tənqid ediriksə, başa düşün. Diqqətlə qulaq asın. Biz kimi tənqid ediriksə, din də buyurur ki, qeybət eləmək günahdır. Nədir bu günah? Kimi tənqid ediriksə, biz onun qara energetikası, onun taliyindəki qara karmaları götürüb, öz taliyimizə yüklüyürük, onu təmizləyirik. O azad olur o qara energetikadan, qara günahlardan. Biz onu götürürük özümüzə. O adamı saflaşdırıq, durulaşdırıq və o daha da inkişaf edir. Ancaq bunun qeybət edən daha da tənəzzül edir, məhv edir özünü. Bu şeyləri anlamaq lazımdır. Hər şey Allahın qüdrətindən olur. Bunu dərk etmədən mən dəqiq elmləri oxumuşam, riyaziyyatı, fizikanı, kimyanı gözəl bilirəm. Mənim ixtisasım Azərbaycan Neft Kimya İnstitutunu bitirmişəm. Ora Dindi Neft Akademiyası adlanır. Mən onun ən çətin fakültəsində oxumuşam, özü də yaxşı oxumuşam. Qrupada starost olmuşam 6 il. Mən seçilmiş tələbəyəm. Mən gözəl akademiyada işləmişəm bu sahədə. Mən bu sahəni gözəl bilirəm. Mən elm adamıyam. Və mənim ədəbiyyatda da böyük, necə deyirlər, nailiyyətlərim var. Mən Aşıq Ələsgərin heç kim aça bilməyən şeirlərini açmışam. İndi də Aşıq Alının üstündə işləyirəm. Miskin Abdalının, Füzulinin üstündə işləyəcəm. Başa düşmək lazımdır. İlahiyyətdə inkar edərək, bu materialistcəsinə, bu şeylərdən yapışıb, nəyisə inkar eləmək, nəyisə təksib eləmək, bunun özünü məhv etmək deməkdir, özünü yandırmaq deməkdir. Bunu anlamadan, bilmədən bu şeylərə qarşı gedən insanlar çox böyük fəlakət üstündə özlərini məhv edirlər. Allahın seçimini alqışlamaq lazımdır. Bugün, baxın, biz nəyə bəyənmirik, nə eləmək istəyirəm, mən başa düşmürəm mən. Bu hakimiyyətdən narazı olan adamlar vaxtilə var idi ki, deyirdilər ki, Qarabağ azad olsa da bu söhbət olub. Kişi, İlham Əliyevin şəxsiyyətində, onun gördüyü işlərdə nöqsan axtaran adamlar xəstə təfəkkür adamlardılar. Xəstə adamlardılar. Baxın, bu kişi kimlərlə baş-başadır? Siz sadəcə olaraq dünya siyasətindən, dünyanın hegemon irticaçı dövlətlərlə kimin baş-başa durmasını, bunun öhdəsindən necə gəlməsini bilmirsiniz. Bunun öhdəsindən yalnız Cənab İlham Əliyev gələ bilir. Çünki o, böyük siyasətçi Ulu Öndər Heydər Əliyevin, necə deyirlər, davamçısıdır. O yolu gedir. İndi fikir verin hadisələrə. Ulu Öndər Heydər Əliyev, Sovet hökumətinin vaxtında, bilirsiniz də, Sovyet ÖMK'nın İstiqlal Sovyetinin
Mərkəzi Komitənin üzvü olub, orada işləyib, böyük vəzifələrdə işləyib, böyük işlər olub. Bir gün çıxışında dedi ki, mən də ateist olmuşam vaxtilə. Qayıtdı ki, mənə qarşı çoxlu sui-qəsd elədilər, məni öldürmək istədilər. Biz şahid olduq o vaxt. Qaradənizdə, onun gəmidə, hardasa orada, burada ona qarşı deyirlər, sui-qəsdlər eləmək istədilər. O hamısına salamat çıxdı. Bu nə deməkdir? O dedi ki, bunu edən Allah'dır. Allah'a sığındı. Bu Allah bunu. Demək insan içində iman, inan varsa Allah onu hər dəqiqə qoruya bilər. Yəni böyük bir şəxsiyyətin, dünya siyasətini açar əlində olan ulu öndərin bu cür təfəkkürü mənim bütün nə görümü dəyişdi. Dedim, nə mən kiməm ki? Mən bu cür böyük bir insanın, böyük bir şəxsiyyət Allah'a təsdiq edir, Allah'a inanır. Mən ona qarşı çıxıram. Mən nadananmışım ki, mən özümü kəşf elədim ki, mən səhv eləmişəm. Bu cür böyük bir şəxsiyyət Allah'a təsdiq edir, inanırsa da ona qarşı getmək o qədər, nə qədər nadanlıqdır, alçaqlıqdır, yaramazlıqdır. İndi biz Allah'ın seçiminə qarşı gedirik, Allah'ın dediklərini inkar edirik, kimisə tənqid edirik, pisləyirik. Yaxşı, özümüz nə eləmişik bu xalq üçün deyək. Vaxt elə biz xalqa kombikorm yedirdik. Çımıq yedirdik. Bu xalqı necə deyirlər, taxta unu yedirdik. Bunu fikirləşirsiniz. İndi siz düşüb ortalığa nə quyruq bulursanız, nə ağlınız gələn danışırsınız. Dövlətimiz böyük dövlətdir. Biz dünya dövlətlərinin canavarların əhatəyə bir diş batırmaqdır Azərbaycana. Bu dişləri sındırmaq elə belə iş deyil. Böyük burada oyuncu olmalısan ki, bunları sındıra biləsən. Bu dünya oyunu, siyasət oyunlarından başın çıxmalıdır. Bugün Azərbaycanın İlham Əliyevin alternativi olan ikinci şəxs yoxdur, qardaş. Heç Erdoğanın da alternativi yoxdur. Bugün istəyirsə Türk dünyası, Müsəlman dünyası, dünya qarşı cavabdeh ola bilsin, bu adamların əlimizin içində o qarışqa anasını saxlayan kimi qoruyub saxlamalıyıq bu adamları. Bunlar bu xalqı, bu millətləri, Türk dünyasını, İslam dünyasını işıqlı gələcəyə aparan şəxslərdirlər. Siz elə bilməyin, bu şeylər öz başınadır, buradasın, sakitcə oturursan. Lazım gəlsə Amerika, Rusiya birləşə bir dəqiqənin içində Azərbaycanı kül edər, məhv edər. Bunu saxlayan oğlanlar var, bunu yaradan oğlanlar var, bunu quran oğlanlar var. Ona görə də, yenə deyirəm, mövcud hakimiyyətə qarşı çıxmaq, ağlına gələn danışmaq, kimisə burada qaldırıb başını qaldırmaq kimi falan kəs ictimai xadimdir, belədir. Mənasız boş şeylərdir. Bugün Azərbaycan ən böyük ictimai xadimi, ən böyük siyasi xadimi İlham Əliyevdir. Rəhbərlikdir, Azərbaycan hakimiyyətidir və çox böyük işlər görülür. Çox böyük necə nailiyyətlər əldə eləmişik. Sadəcə olaraq biz hələ adaptasiya olunmamışıq bu dövlət, bu quru dövrdə yaşamaq üçün. Zaman da özü seçəcək kim harada yaşamağı bacarmalıdır, nə etməlidir. Biz Sovet dövləti vaxtında yaşadıq. Təminat var idi filan fismişən, mən Sovet hökuməti idi, onun siyasəti başqaydı. İndi biz onu bəyənmədik. Ləğv elədik hökuməti, indi də öz dövlət, müstəqil dövlətini qurmuşuq. Zaman da bu dövlət, biz xarici təsirlərin, canavarların dişlərindən azad olduqca bizim vəziyyətimiz getdikcə daha da yaxşılaşacaq. Bugün də baxın, valla Azərbaycanda küçələrdə maşın saxlamağa, keçməyə yer yoxdur. Bu kasıb hələ hardan alır bu qədər maşına, qardaş? Başa düşmürəm. Bu millət kasıblardan olursa bunun indi nədən ibarətdir bu? Bu nə deməkdir? Bu tərpənməyə mümkün deyil. Yaxşı, deyirik bu qədər məmur var. Bu qədər məmurun olsun 100 min maşın, 200 min maşın. Bakı şəhərində 5 milyon, 6 milyon maşın var. Kişi, adamın başına bir maşın var. Tərpənməyə mümkün deyil. Yaxşı, bu kasıbsa bu millət bunu hardan alır? Nə ilə alır? Yaşayabilirik demək biz. Biz bacarırıq yaşamalı. Sadəcə olaraq sahələrimizdə inkişaf eləmək lazımdır. Niyə çətinlikdir? Kəndimizi atmışıq, təsərrüfatımızı atıb gəlmişik, Bakı şəhərinə yığışmışıq, Bakıda gələsib qoz tökülür. Kişi nə olur, get kəndində təsərrüfatına qapmaqdakı 15 sot, 20 sot, 50 sot torpağını becər, sən ağa kimi yaşayacaqsan. Niyə yaşaya bilmirik ki biz? Biz öz torpağımıza sahib çıxmayanda, öz kəndimizi kəsmə atanda, bir pullu məmur da gedib o torpağı səndən 500 qəpiyə alır, sahib olur, əkir, becərir. Bunun özü də böyük bir hünərdir, böyük bir işdir. Belə şey deyil bu şeylər. Bugün baxın, o Sərrur İsfəndiyar haqqında hər ağlına gələn bir şeydir. Sərrur İsfəndiyar nə qədər qoçaq bir adamdır, nə qədər işgüzar bir adamdır ki. O bizim alimlər ki, deyib ki, mən alimləri yığdım, başıma iş verdim, çöktüm. Nəyə pisləyib sözüm? Qardaş, Məhəmməd Peyğəmbərin savadı olmayıb. Olub, yox. Dünya baxın, İslam dininin altında çabalayır.
Nə edir bu? İslam dinini nə qarşı mübarizə aparır ki, İslam dinini gözdən salsınlar dünya bütün. Dinin gözəlliyi nədən ibarət? Savadsız insanın bəxş etdiyi bəşərə əxlaqın böyüklüyünə baxın. Biz dünya onun qarşısında acizdir. Bu gün Aşıq Ələsgər savadsız adam olub. Bu gün o savadsız Ələsgərin şeirlərinin üçünün yazan adamlar akademik olur, alim olur. İndi sizin alimliyinizi baxın üçün görürsün alimliyiniz hansı dərəcədir. İndi bu gün İskəndər kişinin həyatını tənqid eləmək yox. İndi bir sözdür deyib də, o da o dövr üçün qalan kimi məscidlərin yerinə məktəb tikədir. Budur tendensiya ilə o zatla deyib. Ancaq İskəndər kişi qoçaq adamdır, qardaş. Bu işgüzar adamdır. Ay alimlər, gedin onun haqqında kitab yazın. Deyil Karnegi'ni oxuyun da, xarici ədəbiyyata öyrənin, görün bunlar nə edirlər. Bu işgüzar adamların təcrübəsini bəhrələnmək, onu təbliğ etmək lazımdır. Görün İskəndər kişi nələr edib. Qrup yaradıb, nə qədər insanlara çörək verib, nə qədər insanlara iş yeri açıb. Biri başlayıb ki, o kamaş şoförü. Nə olsun ki? Hamısı hər şey ola bilər ki. O demək deyil ki, ehtiyac olan insan deyib, şoför də işləyə bilər, çəkməkçi də işləyə bilər, taxta şalban da boşalar, fəhli də işləyə bilər. Bunda nə əskikliyi var ki? Əskikliyi odur ki, dövlətə daş atırsan, millətə daş atırsan, bu millətin əxlaqına oynayırsan, bu millətin zərər vurursan, bir adama çörək verməyə bacarmırsan, yalnız öz qarnını cürürsən. Bax, budur bədbəxtçilik. İndi biz iş görən insanları nə üçün tənqid edirik, sındırırıq, qardaş? Onlar bu xalqın övladlarıdır. Xalqı nə qədər şərait yaradır, qururlar, tikirlər, düzəldirlər. Sözüm təhvə İskəndərdə deyil, ümumiyyətlə. Biz bu millət üçün can qoyan kişiləri nə üçün biz gözdən salmağa, çalışıb onlara qarşı getmək üçün qarşı gedirik. Bacarmırıq da. Bacarmarıq çünki onların getdiyi yolu sən edə bilmərsən. Bütün əlimiz üzmüşdük, Qarabağ azad olacaq. Kim bunu fikirləşə bilər? 30 ildən sonra Azərbaycan tarixində yazılmamış təzə səhifələr açıldı. Azərbaycan tarixinin torpaqları geri qayıtdı və zaman-zaman biz İrəvana da gedəcəyik inşallah. Cənab Prezident deyilsə də, bu kişinin oğlu deyil bu. Deyirsə biz görə gedəcəyik. Ona görə də dostlar, mən sizə yenə deyirəm, Allahın seçiminə qarşı getməyin. Heç kim Allahın qüdrəti olmadan orada prezident otura bilməz. Heç kim Allahın qüdrəti olmadan məmur ola bilməz. Heç kim Allahın qüdrəti olmadan başqa işlərlə məşğul. Hamısı Allahın izni ilə olur bu şeylər. Siz bu şeylərin mahiyyətini anlamırsınız deyin. Başlayırsınız fanat anlanırsınız, dindar adamları. Sən sadəcə başa düşmürsən. Parapsixologiya elminizdən xəbəriniz yoxdur. Dindən xəbəriniz yoxdur. Ona görə də siz başlayırsınız Allahın seçiminə qarşı getdikcə Allah da səni vurur, daha tənəzzülə salır. Yenə deyirəm, yaxşı insanların həyatının öyrənin, onun təcrübəsindən qidalanmaq lazımdır. Onun təcrübəsi haqqında kitablar yazmaq lazımdır. Bu xalqın övladları dünya övladlarına qarışa bilsin, onlarla ayaqlaşa bilsinlər. Ona görə də mən yenə deyirəm, mən istəyirəm məlumatlara bizim dostlarımızı, qardaşlarımızı, mən hər biriniz Azərbaycan oğlan, hər biri mənim üçün doğmadır, əzizdir. Düşmənlərim də var kimdə, çoxlu düşmənlərim var mənim. Hamısına qarşı mənim bir hörmət var, bu millətin oğludur, cəhənnəm olsun. Onun düşmənçiliyi məni daha da rövnəqləndirir ki, daha da həvəs edir ki, mən daha yaxşı işləyirim, o qoy partlasın ölsün. Ona görə də yenə deyirəm, özgələrinin babalını yümüyün. Allah kimə nə verirsə Allahın işidir. Heç kəsin malı, dövlətin pulunu saymayın. Heç kəsin xoş gününə, bəd gününə qəmgin olub pis olmayın. Bu işləri görən Allahdır. Allaha qarşı getmək insanın özünü tənəzzül edir. İnşallah ki, hamımıza Allah kömək olsun. Allah şüurumuzu, əqlimizi yerinə getsin. Hamınız sağ olun, salamat olun. Mən xalqıma, necə deyirlər, o reşotka arxasında olanlara da, üzdə olanlara da hamısına Allah'tan sağlam təfəkkür arzu edirəm. Allah təfəkkürünü sağlam edən insanın yolu həmişə işıqlı olar, açıq olar. Yolumuz açıq olsun inşallah.